أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على من لا نبي بعده أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli insanlar, insan nedir? Beşer nedir? Bunların arasındaki fərq nədir? Bunlar eyni mənaya mı gəlir? Deyə belə bir sual olunmuşdu. Hər hansı bir isim, ad ki verilir, ilk öncə onun bəzən həmən yaradılışla əlaqəsi olur. Və bəzilərinin isə biz səbəbini bilmirik. Misal olaraq, insan. İnsan sözünün bəzi təfsirçilər buna ərəbcədən nəsiyə köklü sözə, yəni unutqan mənasını verir. İnsan sözünün mənası. Amma biz bilirik ki, bu ağlı olan, özünü idarə edən, danışan, gəzən bir məxluqdur. Buna insan deyilir. Allah Subhanahu taala bizim yaradılışımıza insan adını vermişti. İnsan adını vermişti. Ve bu insan karakterinde unutkanlıq vardı deyə, haradaysa karakterinde unutkanlığın özünün bunun adıyla əlaqəsi olmuşdu. Ve biz bilirik ki, insan Adəm əleyhissalama, Adəm və onun bütün övladlarına bir bütovluqda verilmiş bir addır. İnsan. Və bir də burada vardır bəşər. Bəşər də Qur'an-ı Kərimdə bir neçə yerdə ifadə olunmuşdur. Onlardan birini misal gətirmək olar. Sad surəsi 71-ci ayəni Allah Subhanahu taala mələklərə buyurur ki: İz qala rabbuka lil mələikəti inni xaliqun bəşəran min tin. Bir zaman Allah mələklərə belə dedi: Mən torpaqdan bir bəşər yaradıram. Torpaqdan bəşər yaradıram. Fa izə savvaytuhu və nəfəxtu fihi min ruhi fəqa'u ləhu səcidin. Elə ki, mən ona surət verdim və ona üfürdüm öz ruhumdan, siz ona səcdə edin. Burada Allah Subhanahu taala mən bəşər yaradıram dedi. İnsanın adı insandır, ümumilikdə. Bax, burada niyə ona həm də bəşər deyir? Bəşər sözünü ərəbcədən çevirmədə gözəl görüntü mənasını da verir. Dərisi gözəl, görüntüsü gözəl olan bir mənanı da verir. Və bəzi təfsirçilər burada deyirlər ki, ola bilsin ki, Allah Subhanahu taala insanı bəşər adlandırdı, o bütün məxluqlardan gözəl olduğuna görə. Həqiqətən də insan bütün məxluqlardan gözəldir. Biz bəzən gözəllərə mələk deyirik. Deyirik ki, məsələn, bu uşaq lap mələyə oxşayır. Bu, bizim mələyə olan sevgimizdən irəli gəlir. Biz mələkləri sevirik, onlara iman etmişik deyə, biz onları gözəl zənn edirik. Yəni, bu o demək deyildir, onlara eybəzərdir. Amma ən gözəli insandır. Allah Subhanahu taala Ət-Tin surəsinin 4-cü ayəsində buyurmuşdur. Laqad xalaqnal insana fi ahsani taqvim. Biz insanı çox gözəl bir biçimdə yaratmışıq. Allah Subhanahu taala insanı fi ahsani taqvim, gözəl biçimdə. İnsan ən gözəlidir. Mələk gözəldir. Öz növbəsində insan kimisi yoxdur. İnsan çox gözəl, qıvraq, çevik, hərəkətli, düşünür,
qəbul edir, nazlanır, duyğulanır. Bütün bunların özü bir gözəllikdir. Və görüntü olaraq ən gözəli insandır. Biz bilirik ki, cin məxluqu da vardır. Cin məxluqu da vardır. Cin deyəndə biz ilk öncə tüylərimiz ürpəşir ki, qorxulu bir şey. Halbuki cin də qorxulu məxluq deyil. Cin qorxulu deyil. Sadəcə olaraq insan o məxluqdan uzaq durmalı olduğuna görə bizim aramızda biri-birimizə nifrət vardır. Çünki iblis cin tayfasındandır. O tayfanı da gözdən salan iblis olmuşdu. Əslində cinlər də məxluqdur. Onlar da məxluqdur, eyni insan kimi evlənir, törüyürlər, acırlar, qəzəblənirlər, ibadət edirlər, küfr edirlər. Eyni insan kimi. Amma biz niyə onları onların adı gələndə ürpəşirik? Çünki cinsimiz biri-birinə zidd cinslərdir. Biz mələk də görməmişik. Mələyi görən Allahın Rəsulu qorxusundan uzun müddət qızdırma xəstəliyinə tutulmuşdur. Məgər mələk elə məxluqdur ki, insan onu görəndə baxdıqca baxmaq istəyir? Xeyr, insan qorxur. Amma cindən də görmədiyi halda qorxur. Bu qorxunun səbəbi onun aramızda düşmənçilik olmasıdır. Amma həqiqətdə də Allah qorusun, görsək qorxarıq. Bu qorxunun səbəbi bizim gözümüzün adətidir. Yəni biz görmüşük, adətən insan hansı formada olur, özümüzə bənzətmişik. Biri bizə bənzəmədiyinə görə, misal olaraq, biz əgər görsək ki, bir insanın sinəsindən əl çıxıb, qol çıxıb, sinəsindən və kürəyindən qol çıxıb, biz onu görsək, həyəcanlanacaq, qorxacaq, zəiflərimiz bəlkə də xəstəlik tapacaq. Səbəbi, aludə olmadığı, vərdiş etmədiyi bir görüntünü görməsi olub. Yoxsa normalda əgər insan elə yaradılsaydı, bunu adətdən biləcəkdi. Və ona görə də o biri məxluqları biz görəndə tanımadığımız, bilmədiyimiz bir məxluq olduğuna görə birinci qorxuruq. Bəlkə də bir müddət görəndən sonra vərdiş edəcəyik. Və yaxud da edərdik. Ən gözəli görməməkdir. Çünki Allah Subhanahu taala necə məsləhət bilibsə elə. Və ona görə də insana bəşər deyilir. Ona görə ki, insan bunların ən gözəlidir. Bəli, dəyərli insanlar, insan məxluqatın ən gözəlidir. Təsəvvür edirsənmi? İnsan yox idi, mələklər var idi, cinlər var idi. Allah Subhanahu taala insanı yaradanda mələklərə dedi, hamınız ona səcdə edəcəksiniz. Mən bəşər yaradıram, hamınız ona səcdə edəcəksiniz. Gör, nə qədər dəyər verdi bu canlıya Allah Subhanahu taala. Və ona görə də bizi çox gözəl biçimdə yaratmışdır. Hətta hədislərin birində Allah Subhanahu taala insanı Rahmana bənzədərək yaratması barəsində buyurmuşdu. İnsanı Rəhmanın simasında yarattı. Bunun təfsiri vardır, yəni bu demək deyildir. Tam olaraq nə mənaya gəlir, amma hər nədir? Allah Subhanahu taala insanı o qədər sevir ki, ən gözəl biçimdə insanı yaratmışdır. İnsana bəşər deyilməsinin səbəbi də budur. Deməli, insan varlığın adıdır. Varlığın adı, yəni bu cinsin adı insandır. Buna adam deyilir, adam sözü konkret deyil, konkret sözü Bəni Adəmdir. Yəni, Adəmin övladları mənasına gəlir. Bəşər isə buna deyilib, səbəbi gözəl görüntülü olmasıdır. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdu lillahi rabbil alemin. Vəsselamu aleykum və rahmetullahi və barakatuh.